Hörmətli qonaqlar, millət vəkilləri, İraqın Azərbaycandakı səfiri cənab Heydər Əlbarak, bugünkü məclisə xoş gəlibsiniz. Heç bir ərəb ölkəsi ilə bizim İraqla olan qədər əlaqələrimiz olmayıb. Siz fikir verin, Xətib Təbrizi Nizamiyə məktəbində dərs deyib. Oranın ən qabaqcıl müəllimi olub. Nəsrəddin Tusinin məqbərəsi Bağdadda, Kazimiyyə məscidində İmam Kazimlə bərabər qoşa dayanıb. Hətta 19-cu əsrdə Seyyid Əzim Şirvani özü də İraqda 4 il oxuyub, Nəcəf şəhərində Azərbaycana dönüb və orada o Bakı məktəbində oxuyub. Bu əlaqələrin dərinliyindən, möhkəmliyindən xəbər verən bir işdir. Bizi İraqla birləşdirən böyük qırılmaz tellər var. O bizim din birliyimiz, bizim orada müqəddəs yerlərimiz var, oranı biz ziyarət edirik. Kərbalada, Nəcəfdə, Kazımda, Samarada, bizim orada Füzulimiz var, böyük şairimiz. Və sizə deyim ki, İraq türkmenləri deyir, Füzuli də, Nəsimi də bizim şairlərimizdir. Biz heç vaxt onlara etiraz eləmirik. Etiraz eləməyə əsas da yoxdur. Çünki onlar həm onların şairidir, həm də bizim şairimizdir. Ulu öndərimiz Heydər Əliyev, İraqlı, çox böyük alim, dünya şöhrətli alim İhsan Dorğamaçı ilə dostluq edirdi. İhsan Dorğamaçının 85 illik yubileyini Azərbaycanda keçirəndə o şəxsən xahiş elədi ki, qardaşlıq dərgisinə ulu öndərimiz müsahibə versin və o müsahibə verildi. Mən səmimi deyirəm, 45 ildir İraqda yaşayan bacı qardaşlarımızın folkloru ilə, adət-ənənəsi ilə, ədəbiyyatı ilə məşğul oluram, mərasimləri ilə məşğul oluram. Ancaq o sözü mən deyə bilməmişdim. Çalışırdım folklor birliyimizi, dil birliyimizi, adət-ənənə birliyimizi, bunun hamısını çalışırdım, deyirdim. Ancaq ulu öndərimiz tək bir cümlə ilə onu elə dedi ki, mən ona valeh oldum, deyə bilmirdim. Ulu öndərimiz dedi, tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmenləri bir bütövün parçalarıdır. Bunu İraqda da inkar eləmirlər. İraqdan görün, nə böyük bir nümayəndə heyəti gəlib. Siz onlarla tanış olacaqsınız. Onlar həm bu səhnədə məharətlərini göstərəcəklər, həm də çıxış eləyəcəklər. Onda da müəyyən cəhətlərə fikir verib, özünüz üçün nəticə çıxararsınız. Mən xüsusi İraqın səfiri cənab Heydər Əlbaraka təşəkkür eləmək istəyirəm. Səfirliyin işçi Casim Məhəmmədə təşəkkür eləmək istəyirəm ki, onlar bir gün məclisimizdə iştirak edirlər. Bu əlaqələrimizin həm mədəni, həm elmi, həm də siyasi əlaqələrimizə bu böyük bir köməkdir. Xoş gəlibsiniz. Hamınızı bir daha təbrik edirəm. İndi isə sözü İraq Xalq Çalğı Alətləri Ansamblının nümayəndələrinə və onların müğənnilərinə verirəm. Kimin canısın canı, doldur içeyim fincanı. Sen kimin canısın canı, doldur içeyim fincanı.
canısın canı, doldur içeyim fincanı. Sen kimin canısın canı, doldur içeyim fincanı. Al gidelim keşke bağına gazelem, al gidelim keşke bağına gazelem. Ben çiğit alıp sen fistanı tezelem, ben çiğit alıp sen fistanı tezelem. Gözüm düştü eyvandaki gözele, gözüm düştü eyvandaki gözele. Gözellerin meskeni bu çaydadır, içmişen bada bilmiren sevdam hardadır. Gözellerin meskeni bu çaydadır, içmişen bada bilmiren sevdam hardadır. Mavi yazma yar bağlamış başına, mavi yazma yar bağlamış başına. Saçakları değer kalem kaşına, saçakları değer kalem kaşına. Yengi girmiş 13-14 yaşına, yengi girmiş 13-14 yaşına. Gözellerin meskeni bu çaydadır, içmişen bada bilmiren sevdam hardadır. Gözellerin meskeni bu çaydadır, içmişen bada bilmiren sevdam hardadır. Yeşil yaprak arasında
Dəyərli cənab səfir, bizim İraqdan gələn çox əziz, çox dəyərli bacı qardaşlarımız, mənim millət vəkili həmkarlarım, dostlarım, dəyərli ziyalılar, millətimizin dəyərli mənsubları. Bugün bizim hamımız üçün çox gözəl bir gündür, çox gözəl bir gecədir. Birincisi ona görə ki, İraqdan gələn bacı qardaşlarımızla bir yerdəyik və onlarla gözəl bir gecə keçiririk. İkincisi, İraq bizim üçün heç zaman nə uzaq, nə də İraq olmayıb. İraq həmişə bizim üçün, Azərbaycan üçün çox doğma olub, çox yaxın olub. Mən yadımdadır, uşaqlıq illərimizdə Qəzənfər müəllim mənim dəyərli əmim, amma biz ona hər zaman Qəzənfər müəllim deyirik. Çünki əmimiz olsa da hər zaman ona çox dəyərli bir Azərbaycanın ziyalısı kimi yaxınlaşmışıq və ondan çox şey öyrənmişik. Qəzənfər müəllim bizə İraqı anladanda, Bağdadı, Kərkükü danışanda, İraqdakı bacı qardaşlarımızdan danışanda və bizə bu sevdanı aşılayanda biz heç təsəvvür belə etmirdik ki, nə zamansa bizim İraqa yolumuz düşər, nə zamansa Bağdadı, Kərkükü görə bilərik, Nəcəfi görə bilərik, digər o gözəl şəhərləri görə bilərik. Amma görməsək də Qəzənfər müəllim elə bir sevda aşılamışdı ki, bir kitabının adında deyirdi ki, bu sevda ölüncədir. Sonra mən ilk dəfə İraqa bizim çox hörmətli Şeyxülislamımız, bütün Qafqazın şeyxi Hacı Allah Şükür Paşazadənin mən həmişə çox minnətlə xatırlayıram. Çünki İraqa ilk dəfə Şeyxülislamla getmişdik, o qrupda getmişdik və İraqın çox çeşitli bölgələrini görmək mənə nəsib olmuşdu. Və yadımda da İraqa İlk dəfə ayağımız dəyəndə, sərhəddi keçəndə elə qəribə hisslər keçirirdim ki, doğrudanmı mən gəlib İraqı görürəm? Doğrudanmı mən buradakı insanımızı görəcəm? Eşitdiyim, oxuduğum o əsrarəngiz hekayələri görəcəm və qardaş bacılarımızı yaxından görmək, daha yaxından onlarla təmas etmək bizə xoşbəxtlik nəsib olmuşdu. Amma Kərkükə getmək mənə nəsib olmamışdı. Çünki Səddam Hüseyin dönəmində Kərkükə getmək çox çətin məsələ idi. Və yadımdadır ki, referendum keçiriləndə kim haraya gedəcək deyəndə Azərbaycan və Türkiyə kökənli jurnalistlərin hamısı əlini qaldırdı ki, biz Kərkükə getmək istəyirik. Bizim hamımızı bir avtobusa yığdılar, başımıza da bir nəzarətçi qoydular ki, amma gedib orada nəzarətdə gedib gələ bilsinlər oraya. Amma mənim yadımda da orada Alman, Fransız, İngiliz jurnalistlər də vardı bizim qrupun içində. Mən avtobusdan elə düşən kimi axşama yaxın idi. Gördüm ki, bizim insanlarımız, dedim, axşamınız xeyr, necəsiz? Onların hamısı mənə cavab verdi, yaxşıyıq, siz necəsiz? Gördüm, hamı təəccüb içində mənə baxır. İlk öncə Alman bir jurnalist dostumuz döndü ki, sən bunların dilini hardan bilirsən? Dedim ki, mən bunların dilini bilmirəm, biz elə eyni dildə danışırıq. O döndü, dedi ki, necə yəni siz eyni dildə danışırsınız? Dedim, bəli, onlarla bizim dilimiz eyni dildədir. Adam bir xeyli getdi fikrə, sən dedi, Xəzərin sahilindən gəlirsən, burada necə? Mən məcbur oldum buna izah eləməyə, nələrisə danışmağa və üstəlik Türkiyəli dostlarımız da döndü ki, bunların ləhcəsi sizə bizdən daha yaxın imiş ki, siz axşamınız xeyir, necəsən deyirsiniz, bunlar hamısı sizə elə sizin ləhcə ilə cavab verir. Mən dedim ki, bizim ləhcələrimiz %98% eyni ləhcədir. Və mən ilk dəfə Kərkükdə olanda elə bilirdim, elə Bakıdayam, Şəkidəyəm, Gəncədəyəm, mən bu şəhərdə burada doğulmuşam, bura mənim üçün əziz doğmadır və o xoşbəxtliyi yaşamaq nəsib olmuşdu. Və biz gəzdiyimiz zaman Böyük Nəsrəddin Tusini Kazımeyn də ziyarət edəndə, Kərbəlada Füzulini ziyarət edəndə, hər bölgəyə mən o dini yerləri ziyarət edəndə ki, mənə birdən dini liderin biri dedi ki, bu çilçırağı görürsən, nədir dedim, bunu Hacı Zeynalabdin Tağıyev bizə hədiyyə göndərib. Mən baxdım ki, İraqın hər yeri Azərbaycana nə qədər doğmadır, nə qədər əzizdir. Azərbaycanın milli lideri Heydər Əliyev həm Sovet İttifaqı dönəmdəki fəaliyyətində, həm müstəqillik dönəmində İraqla münasibətlərə xüsusi önəm verərdi və İraqda yaşayan soydaşlarımızla münasibətlərə çox ciddi önəm verərdi. Hər zaman gündəmdə olub və bugün də ölkəmizdə bu düşüncə, ölkəmizin rəhbərliyinin, ölkəmizin prezidentinin bu düşüncəsi var ki, Cənab İlham Əliyevin, hörmətli prezidentimizin ki, Azərbaycan-İraq münasibətləri inkişaf etməlidir. Çünki, açıq deyək, ərəb ölkələrinin içərisində Azərbaycana İraq qədər
hər şeyi ilə yaxın doğma olan heç bir ölkə yoxdur. Ən yaxın bizə İraqdır. Cənab Prezidentin fəaliyyəti ilə bərabər parlamentimiz buna çox önəm verir və parlamentimizdə Azərbaycan-İraq parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir ki, qrupumuzun rəhbəri çox hörmətli İlham müəllim, o da bölgədə idi, gəlib aramıza qatılacaq. Qrupumuzun dəyərli üzvləri buradadır, mən onları da təqdim edəcəm. Çox ciddi şəkildə bu münasibətlər daha da inkişaf edir və İraqdakı bacı qardaşlarımızla da münasibətlərimiz daha da inkişaf edəcək, mən buna əminəm. Bu tədbiri biz Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi olaraq təklifi irəli sürəndə buna dəstək verən çoxlu insanlar var. Xüsusi dəstək verən insanlar var. Onlar olmasaydılar, bu tədbir belə geniş şəkildə olmazdı. Bunu da açıq şəkildə demək istəyirəm. Ona görə də biz Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi olaraq, qrupumuz olaraq, Azərbaycan-İraq parlamentlərarası dostluq qrupu olaraq o insanların da əməyini xüsusi qiymətləndirmək istədik. Mən ilk öncə istəyirəm bu səhnəyə Fövzi Əkrəmi dəvət edəyəm. Fövzi Əkrəm uzun illər İraq parlamentində millət vəkili olub, İraqın ictimai siyasi həyatında, ədəbi həyatında böyük